Bugün Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir. 55.282 şagirdin iştirak etdiyi imtahan barədə ən son məlumatları əməkdaşımız Elmira Seyfəddin qızı çatdıracaq. Salam Elmira, buyurun, diqqətimiz sizdədir. Hər vaxtınız xeyir olsun Ayşən. Bəli, sizin də qeyd elədiyiniz kimi bugün Respublika üzrə 55.282 şagird üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları təşkil olunub. İmtahanlar Respublika üzrə 240 imtahan binasında keçiriləcək. Belə ki, imtahanlar Bakı şəhəri üzrə Sabunçu, Nəsimi, Nizami, Xəzər rayonlarında, eyni zamanda Sumqayıt şəhəri, Naxçıvan rayonu və Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhəri üzrə xüsusi tipli məktəblərdə, yəni internat məktəbləri və cəza çəkmə müəssisələrində, məktəblərdə təhsili gürcü dilində olan məzunlar üçün də 9 illik buraxılış imtahanları keçirilir. Bugün keçirilən imtahanlarda 79 nəfər sağlamlıq imkanları məhdud şagird iştirak edir və onların da rahat şəkildə imtahan verməsi üçün hər bir şərait yaradılıb. Bununla yanaşı 81-100% aralığında gözdən əlilliyi müəyyən edilmiş şagirdlər üçün də fərdi nəzarətçilər ayrılıb. Qeyd edim ki, buraxılış imtahanları 3 fənn üzrə keçirilir və hər bir fənn üçün də bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Hər bir fəndən 30 sual, riyaziyyat fənnindən isə 25 sual şagirdlərə təqdim olunur. Qeyd edim ki, imtahan 3 saat ərzində davam edir. Saat 11:00-da başlanıb və saat 2-də yekunlaşacaq. Biz hazırda Nəsimi rayonu 247 sayılı məktəbdə müşahidələrimizi davam etdiririk. Bu məktəbdə bir nəfər imtahanda iştirak etməkdən yayınıb. Bu ana qədər imtahan normal şəkildə davam eləyir. Heç bir problem aşkarlanmayıb. Təxminən 1 saatdan çox vaxtdır, yəni imtahan davam eləyir. Hazırki müddətdə 3 nəfər artıq imtahanı yekunlaşdıraraq imtahandan çıxıb. Biz hazırda müşahidələrimizi davam edirik. Növbəti efirlərdə isə daha ətraflı məlumatı sizə təqdim edəcəyik. Buyurun, söz sizdədir. Təşəkkür edirik Elmira ətraflı məlumat üçün.